və Rəvan Hamzazadənin yoxlanışlarıyla Qəbələ Cəbrayıl görüşü 1-ci liqanın bağlanış oyunu başlayır birazdan. Mikrofon arxasında da mənəm, Demirov Hüseyin Ağa. Bu görüşəm də futbol saatı, futbol nəbzi ilə birbaşa bizim kanaldan canlı yayımlanır. Görüş başladı. Uğurlar Qəbələ komandasına və həmçinin də Cəbrayıl komandasına. Oyunun da baş hakimi Rəvan Həmzəzadədir. Bağlanış oyunu başladı. Gözəl Qəbələmiz Cəbrayılə qarşı oynayır. Qırmızı qaralar Xudafərin körpüsünə qarşı oynayır. Artıq görüşdə 33-cü saniyə başlayır. Və pressing qəşəng. Səlahət Ağayevdən az qala topu ələ keçirmişdi Cəbrayıl. İndi Qəbələ pressing edir Qəbələ komandası və oyundan kənar vəziyyət. Hakimin bayrağı havadadır. Cəbrayıl isə yəni necə deyim, Cəbrayıl komandası da out vuracaq. Qəbələ şəhər stadionuna dünən biz gəldik və bugün də Qəbələ şəhər stadionunda Qəbələ Cəbrayıl oyunu bizim kanalla canlı yayımlanır. Səlahət Ağayevlə paslaşdılar Qəbələnin oyuncuları. Bu Qəbələnin heyətində Kəpəzin sabiq oyuncusu var, Abdullah Şubaybu var. Əvvəllər Kəpəz komandasında çıxış eləmişdi. İndi Qəbələ sol cinahdan açılırdı və oyundan kənar vəziyyət oldu ya da qayda pozuldu. Görüşdə artıq 2-ci dəqiqə gedir. Bu maraqlı görüşü mən sizə təqdim edirəm və mənim şəxsi YouTube kanalımla birbaşa canlı yayımlanırıq. Qəbələdən yayımımız, yəni Qəbələdən canlı yayımlanırıq hal-hazırda Qəbələ şəhər stadionundan. Mən bu arada yəni Elxan Səmədovun həm özünə, həm komandasına təşəkkürümü bildirirəm ki, mənə də bu cür maraqlı oyunları təklif eləyirlər və mənə də bu cür oyunları icazə ilə verirlər. Şəxsən həm öz adımdan, həm də öz kanalım adından təşəkkürümü bildirirəm ki, nə yaxşı ki, sizin kimi bizim futbolumuzun atası var. Qayda pozuldu. Nə yaxşı ki, sizin kimi futbolumuzu başa düşən, futbolumuzu anlayan, futbolumuzun strategiyasını, düzgün yolunu seçən bir bizim bacarıqlı mütəxəssis Elxan Səmədovumuz var. Həqiqətən mən həm öz adımdan, həm də öz kanalım adından Elxan Səmədova və onun komandasına və heyətinə təşəkkürümü bildirirəm. Və Kakabet Tıxaqatsənin yetirmələri Cəbrayılı çıxıblar. La pas. Qəbələ indi pressing eləyir. La pas Qəbələdən gəlir indi Abdullah Şuaybu. İndi Murad Musayev və la pasını verir və top meydandan çıxır. Out. Qəbələnindir. Cəbrayıl komandası isə yəni Cavid Hüseynovun getişindən sonra komandaya out Cəbrayılındır. Komandaya
Cavid Hüseynovun köməkçisi Elşən Nəzirli yəni rəhbərlik eləməyə başladı. Cəbrayıl keçən iki turda qələbə qazanmağa başladı, amma sonra nə oldu, nə baş verdisə, Karvanı udandan sonra komandada həm maliyyə problemləri başladı, həm də biraz çətin durumlar başlayıb. Görüşdə artıq 5-ci dəqiqə gedir Qəbələ Cəbrayıl oyununda və deyəsən qayda pozulub, out Qəbələnin. Və biz dünən Qəbələ şəhərinə gəldik və bugün də Qəbələ Cəbrayıl oyunu bizim YouTube kanalımızda canlı yayımlanır. İndi Səlahiyyət Ağayev yerindədir. Mən şəxsən Elxan Səmədovun özünə və komandasına yenə də təşəkkürümü bildirirəm ki, nə yaxşı ki sizin kimi bizim futbolumuzun atası var, futbolumuzun Maradonası var, futbolumuzun efsanəsi var. Nə yaxşı ki siz bizim futbolumuzu istər birinci liqanı, istər ikinci liqanı, yəni bizim aşağı liqalardakı olan liqalarımızı xilas elədik. Nə yaxşı ki siz gəldiniz, birinci liqa bərpa olundu, ikinci liqa bərpa olundu və Premier Liqanın səviyyəsi qaldırıldı. Qəbələ komandasından danışmaq istəyirəm biraz. Qəbələ komandası haqqında onu deyə bilərəm ki, çox gözəl bir komanda qurulub. Həqiqətən düzdür, Premier Liqada qalmadı komanda, deyəsən qayda pozulub, out Qəbələnin. Yəni Premier Liqada qala bilmədi komanda, yəni vuruşdu, çalışdı. Hətta Gürcüstan əsilli Kakabet Tıxaqatseni komandaya gətirdilər. Amma komanda Premier Liqada qalmadı, birinci liqaya düşdü. İndi o komanda yenidən necə deyim, Premier Liqa üçün vuruşur. Və qayda pozulub. Və Qəbələ indi əks hücum eləyir. Görüşdə artıq 7-ci dəqiqə başlayıb. Oha, top meydandan çıxır, külək dəsir yaman. Külək dəsir, korner vuracaq Cəbrayıl komandası. Səlahiyyət Ağayev qapısında diqqətli olmalıdır. Qəbələnin azərkeş qrupu da Qəbələyə gəlib. Və artıq görüşdə 8-ci dəqiqə yekunlaşır. Və yerdə qalan oyuncu var, Rəvan Hamzazadə niyə onu görmür? Görüşdə artıq 9-cu dəqiqə gedir. Hava pas. Qəbələndə Abdullah Şuvayev ilə irəliyə gedir. Murad Musayev. Bu Abdullah Şuvayevdir. Qəbələndə hesab ata bilər və Cəbrayılın qapısı yerindədir. Qəbələ də korner vuracaq. Küncdən zərbələr baxımından, yəni zərbələrdə eynidir. 1-1. Bayaq Cəbrayıl korner vurdu. Yəni küncdən zərbə vurdu. İndi isə yəni Qəbələ vuracaq. Görüşdə artıq
9-cu dəqiqə gedir. Və Azərbaycan derbisində Qəbələ Cəbrayıl oyununda hələ ki hesab açılmıyor. Amma yaman külək əsir Qəbələ şəhər stadionunda. Bu bizə problem, yəni yəqin ki törətməz. Çəkiliş zamanı. Və out Cəbraylındır. Artıq görüşdə 10-cu dəqiqə gedir. Yerdə qalan oyuncu var Cəbrayldan. Baş məşqçiləri bir daha xatırladım. Cəbrayıl indi cərimə zərbəsi vuracaq. Amma qoyanda bu cərimə zərbəsi qutarsın. Baş məşqçiləri sonra xatırladım. Yəni bu hücumdan sonra. Cəbrayıl indi əks hücuma çıxır və Səlahiyyət Ağayev hücumu başladır. Xəxabət Tıxağatsənin yetirmələri hücumu təzdən başladırlar və deyəsən top meydandan çıxır. Out Cəbrayılın. Yəni hücumlar zamanı külək də mane olur topun yəni vurulmasına görə. Baş məşqçilər sizə təqdim edeyim. Deməli, ilk öncə Qəbələnin baş məşqçisi, Qəbələnin çalışdırıcısı Xəxabət Tıxağatsın. Yəni onun soyadı biraz çətin olduğundan ona görə üzr istəyirəm izləyicilərimizdən. Amma Cəbraylın baş məşqçisi isə Elşən Nəzirli. Görüşdə 12-ci dəqiqə gedir. Qəbələ indi hücum eləyəcək. Qəbələnin də azarkeşləri müəyyən qədər Qəbələ şəhər stadionunu doldurublar. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn Ağa. Deyəsən qayda pozulub yerdə. Cəbraylın oyuncusu qalıb. Rəvan Hamzazadə o saat o yanına yaxınlaşır və həkimləri tez meydana dəvət eləyir. Deyəsən Qəbələnin də oyuncusu yerdə qalıb. Qəbələnin də həkimlər korpusu meydana dəvət olunur. Cəbraylın o saat oyuncusu Qəbələnin oyuncusunun vəziyyəti ilə maraqlanır. Abdullah Şuvaybunu görürsünüz. Kəpəzin sabit oyuncusu. Tərlan Əhmədovun dönəmində Abdullah Şuvaybu Kəpəz komandasında çıxış eləyib. İndi isə Qəbələnin uğurları üçün çalışır. Xəxabət Tıxağatsənin yetirmələri 1-ci liqadan Premyer Liqaya
yüksəlməsi üçün əllərindən gələni eləyirlər. Və Qəbələnin oyunçusu yaxşı da ayağa da durdu. Görüşdə artıq 15-ci dəqiqə başlayır. 14-cü dəqiqə ikonlaşmaya doğru gedir. Oyun qaldığı yerdən də davam eləyəcək və cərimə zərbəsi vuracaq Qəbələ. Qəbələ indi pressing eləyir. İndi Cəbrayıl indi pressing eləyəcək. Topu indi ələ keçirir. Elşən Nəzirlinin komandası. Kakabet Tıxağasseni görürsünüz. Və Qəbələ indi təzyiqlərini eləyir. Qəbələnin keçmiş idman direktoru Səbuhi Səfiyarlı da komanda Premyer Liqadan düşənə yaxın komandanın başına qayıtdı. Kakabet Tıxağasseni Səbuhi Səfiyarlı gətirib Qəbələ komandasının baş məşqçi postuna. Kakabet Tıxağasseni Inter komandı, Bakının Inter komandası əvvəllər var idi. Orada işləyib. Görüşdə artıq 16-cı dəqiqə gedir. Cəbrailin də hücuma çıxır. Və yıxıldı oyuncu, top meydanda qalır Cəbraildə və Cəbrailin də oydu. Aha, nə oldu orada? Hakimdə də heç nə yoxdur oynama olan. 17-ci dəqiqə gedir görüşdə. Qəbələ Cəbrail oyununda hələ ki hesab açılmayıb. Gözəl Qəbələmiz Premyer Liqa üçün vuruşmaq üçün, Premyer Liqaya çıxmaq üçün vuruşur. Oyun o qədər sürətli gedir ki, mənim də dilim topuq vurmağa nail olur. Ona görə izləyicilərimizdən üzr istəyirəm. Bizim YouTube kanalımıza da abunə olmağı unutmayın. İndi Cəbrayıl pressingə əl atır. Elşən Nəzirlinin yetirmələri. Kakabet Tıxağassenin yetirmələri isə hesabı açmaq üçün vuruşur, amma yerdə qalan oyuncu var. Rəvan Hamzazadə onu görmür. Amma ayağa durdu. 18-ci dəqiqə gedir görüşdə və yerdə qalan oyuncu var. Siz de bizim YouTube kanalımıza abone olun ki bu cür maraqlı oyunları bizim kanalda izləmək şansınız olsun. Külək yaman əsir. Qəbələ şəhərində yaman da soyuqdur. İndi Qəbələ pressing eləyir, ala pas. On 19-cu dəqiqə gedir. Və Qəbələ indi press hesabı aça bilər. Kakabet Tıxağassenin yetirmələri, amma top meydandan çıxdı deyəsən. Korner olacaq ya da qapıdan zərbə. Qəbələ sədaları gəlir. Qəbələ indi
Görək hesabı aça biləcəkmi fasiləyə qədər. Oyunun artıq 19-cu dəqiqəsi yekunlaşır. Və Qəbələmiz görək bu oyundan qalib ayrıla biləcəkmi? Və Qəbələ deyəsən cərimə zərbəsi vuracaq, amma topla qapının məsafəsi uzaqdır. Gol! Qəbələ hesab açır oyunun 20-ci dəqiqəsində. Və Qəbələ hesabı açdı oyunun 20-ci dəqiqəsində. Görək qolun müəllifi kimdir? Bu Abdullah Şüvaybi ola bilər. Məncə də. Mən təxmin edirəm. Hələ bilmirik. Rəvan Hamzizadə qolu saydı. Külək dəsir yaman. 21-ci dəqiqə gedir artıq görüşdə. Cəbrayil indi pressing edir. İndi Qəbələ. İndi Cəbrayil əksuzuma çıxır. Qəbələ indi pressing eləyəcək. Yox. Cəbrailə top qaydı. İndi Qəbələ pressingə atır. Amma topu itirirlər. İndi Qəbələ təzədən ucunu qurmağa çalışır. Və gol! 2-0! 2-0! Abdullah Şüvaybi da gol! İkinci qalanda müəllifi Abdullah Şüvaybi olur. Getdi, Qəbələ hesaba 2-0'a çatdırır. Rəvan Hamzizadə qolu saydı. Əvvəlli başlı Kaxabər Tıxağasyanın yetirmələri Cəbrailə analiz ediblər. Allah pressing Cəbrailə alt vuracaq. Görək. Və pressing və out. Out yenidən Cəbrail'ındır. Qəbələ indi out vuracaq yenə. Qəbələ bu səfər
Alt vuracaq. Gələk fasiləyə qədər Elşən Nəzirlinin komandası toplardan birinin əvəzini çıxa biləcəkmi? Qəbələ indi pressing eləyir. Əla pas. Qəbələ indi pressingə əl atır. Cəbrayıl qaydanı pozmayıb, top Qəbələyə gəldi. Səlahət Ağayev indi topu komanda yoldaşına ötürür. Murad Musayev qayda pozuldu. Rəvan Hamzazadə cərimə zərbəsi təyin elədi. Yəni sərbəst atış. Cərimə zərbəsi, bəli. Əla pas. Və qayda pozulur. Rəvan Hamzazadə qayda pozuntusu qeydə alır. Artıq görüşdə 26-cı dəqiqə gedir. Külək də yaman var. Və Səlahət Ağayev yerindədir. Out Qəbələnindir. Azərbaycan derbisində hesab 2-0'dır. Qəbələ Cəbrayıl oyununda. Əla pas. Və out Cəbrayılındır. Cəbrayıl toplardan birinin əvəzinin çıxması üçün çalışır. Və indi görək nə olacaq və az qala. Aha, arxaya oynayır və yerdə qalan oyuncu var və sarı vərəyə. Rəvan Hamzazadə sarı vərək verdi. Oyunun 27-ci dəqiqəsində. Qəbələnin oyuncusu yerdə qalıb. Görüşün artıq 28-ci dəqiqəsi gedir. Səlahət Ağayev topu Qəbələnin golkiperi topu meydana daxil eləyəcək. Əla bir pas. Aha, yenə də sarı vərək olacaq. Rəvan Hamzazadədən deyəsən. Gedədə zədəliyir Cəbrayılın oyuncuları. Qəbələnin oyuncularını zədələnirlər. Amma bu səfər yaxşıdır. Qəbələnin oyuncusuna etin almalı. Görüşdə artıq 28-ci dəqiqə yekunlaşır. Qəbələ Cəbrayıl oyununda. Hesab 2-0 Qəbələnin xeyrinədir. Qəbələ indi pressing eləyir. Görüşdə artıq 30-cu dəqiqəyə doğru addımlayırıq. Artıq oyunun 3'te 1 hissəsi geridə qalır.
Darıqçı oyunun 2-də 1 hissəsi geridə qalır. Görək bu vaxta kimi fasiləyə qədər Cəbrayıl komandası toplardan birinin əvəzin çıxa biləcəkmi? Baş məşqçiləri təqdim edeyim deməli. Qəbələnin baş məşqçisi Kakabert Tıxağası, Gürcüstan əsilli baş məşqçi. Cəbrayılın baş məşqçisi isə Elşən Nəzirli. Və Qəbələnin oyunu Cəbrayılın oyuncusu deyəsən yerdə qalır. Qalıb, amma o da ayağa durdu. Xəbərdarlıq olunur Cəbrayılın oyuncusuna və deyəsən suarı verə verildi, yoxsa nədir? Yox, suarı verə verilmədi. Hakim prosta dedi ki, cərimə zərbəsini yerindən yerinlədir. Səlahiyyət Ağayev yerindən. 2-0 Qəbələ öndədir. Cəbrayılın oyunda bu gözəl qarşılaşmada görək Cəbrayıl geri dönüş edib fasiləyə üstün yollana biləcəkmi? Elşən Nəzirlinin komandası pressingə əl atıb. Artıq görüşdə 31-ci dəqiqə yekunlaşır. Asta-asta Cəbrayılın hələ ki əks hücumu davam edir. İndi Qəbələ topu ələ keçirdi. Qəbələnin indi əks hücumu davam edir. Şubaybov. Oha, top düşdülər. Amma vəziyyətləri yaxşıdır. Vəziyyətləri yaxşıdır iki oyunçunun. Görüşün 32-ci dəqiqəsi gedir. Oyunun artıq 3-də 1 hissəsi başlayıb Qəbələ şəhər stadionunda. Və vaxtı gətirdi Cəbrayılın belə vəziyyətdə. Az qala 3-cü qolu buraxmışdı Elşən Nəzirlinin komandası. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn Ağa. Qəbələ indi pressing eləyir. Və top meydandan çıxır və korner olacaq deyəsən, ya da qapıdan zərbə. Yox, qapıdan zərbədir. Korner değil. Qəbələ. Aha, pressing edirdi Cəbrayıl. Topu tutdu. Aferin, amma topu Qəbələyə qaytardılar. Və Cəbrayılə yenə də top qayıtdı. Aha, pressing başlayır Cəbrayıldan. Amma Qəbələ topu ələ keçirir. 34-cü dəqiqə başlayacaq indi. Pas Qəbələdən. Top meydandan çıxır deyəsən Cəbrayılın oyuncusu. Vəziyyəti biraz ağırdır. Görək, yaxınlaşdır görək durumu necədir.
Rəvan Hamzazadə onun yanına yaxınlaşır. Beşinci dəqiqə artıq görüşdə başlayır. Ya 35-ci dəqiqə gedir və qapıdan zərbə. Siz de bizim YouTube kanalımıza abone olmayı unutmayın ve bu cür maraqlı görüşleri yalnız bizim şəxsi YouTube kanalımızda olacaq. Hiçbir kanal bu oyunları canlı değil. Ve görüşün artık 36. dəqiqəsi başlıyor ve out qəbələnir. Evet, Qəbələnindir. Murad Musayev deyəsən out'u vuracaq. Qəbələnin veteran oyuncusu ve yerde qalan oyuncu var. Şubay bunu yıxdılar. Qəbələnin Kəpəzin sabit oyuncusu. Bilay Dəsir Yaman. Out. Qəbələnin. Out Qəbələnindir. İndi Cəbrayıl Qəbələndir. Belə neyəcək, ala pas. Azarkeşlər Qəbələ sədalarını səsləndirirlər. Otuz 7-ci dəqiqə gedir. 2-0 Qəbələnin üstünlüyü var. Cəbrayıl indi topu ələ keçirdi. Aha, gözəl bir dirəmliklər. Və Səlahiyyət Ağayev yerindədir. Səlahiyyət Ağayev yerindədir. Və top meydandan çıxdı, out Qəbələnin. Yo, out Cəbrayılındır. İndi Qəbələ Cəbrayılın Qəbələ az qala Cəbrayılın qapısına pressing tədbiq edəcək, amma içinə alınmadı. Az qala hesabı 2-1 eləmişdi Cəbrayıl təmsilçisi. İndi Qəbələ dirəmliklər edir hələ ki. Topu uzaqlaşdırır Qəbələ. İndi görək nə baş verəcək. Oyunun 38-ci dəqiqəsi yekunlaşır. Asta-asta. Cəbrayıl indi hücum qurmağa çalışır fasiləyə qədər. Elşən Nəzirlinin komandası üstünlüyə gələnmək istəyir biraz. Out. Otuz 9-cu dəqiqə başlayıb. Out Qəbələnin də.
Cəbrayıl pressing eləyəcəkdi. Qəbələ indi topu ələ keçirir. Cəbrayıl indi pressing eləyir. 40-cı dəqiqə başlayır. Mikrofon arxasında da mənəm, Dəmirov, Hüseyn Ağa. Baş məşqçiləri sizə təqdim edeyim, amma qoy burcun qutarsın. Deməli, qoy burcun qutarsın, yarımçıq qalmasında baş məşqçilərin adları. Və Qəbələ indi hücuma əsl çıxır. Lopas. Və yerdə qalan oyuncu var və sonra verə bilərdi. Rəvan Hamzazadə, amma güzəşdə gedir bu səfər. Cəbrayılın oyuncuları Rəvan Hamzazadəni əhatə dairəsinə alıblar. Birinci dəqiqə gedir və zərbə zərbəsi vuracaq. Taxabət Taxağasının yetirmələri. Gürcüstan əsilli baş məşqçi. Cəbrayıl pressing eləyir. Qəbələ indi pressing eləyir, pressing alatır. Top meydandan çıxır və out. Cəbrayıl out vuracaq. Qəbələdən top çünki çıxdı. Xudafərin körpüsü keçən tur Bakı Sportingə məğlub oldu. Bu da Qəbələnin azarkeşləridir və indi deyəsən alt vuracaq Qəbələ. Cəbrayıldan bir səfər top çıxdı. Şimdi 43-cü dəqiqə gedir hal-hazırda. Hakim görək birinci hissəyə nə qədər əlavə eləyəcək və qayda pozulub. Cəbrayılın oyunçusuna, Qəbələnin oyunçusuna xəbərdarlıq olunur. Azarkeşlər, şəhidlər ölməz, vətən bölünməz. Şəhidlərimizi yad eləyirlər 44-cü dəqiqədə. Və artıq görüşün 44-cü dəqiqəsi başlayır. Qəbələnin oyuncusu yerdə qalıb. Cəbrayılın oyuncusu yerdə qalıb. Vəziyyəti necədir? Həkimlər meydana dəvət olunmalıdır deyəsən, amma yox, ayağa verir. Son vəziyyəti pisdir biraz.
Yerdə tutsun yanına görə duracaqmı? Qəbələ sərbəst atış vuracaq. Son dəqiqələrdə. Və Cəbrayılın son hücumu başlayır. Və Cəbrayılın da əks hücuma çıxır, təzədən məcbur. Və sən korner alacaq. Yox, qapıdan zərbə, kornerdir. Və out Qəbələnin. Qəbələnin də hücuma çıxır son dəqiqələrdə. Və qapçı yerində. Birinci hissə bitdi, ikinci hissədə görüşərik.